Uçan maşın artıq xəyal deyil, gerçəkdir. Slovakiyadan Aeromobil şirkətinin mütəxəssisləri yeni qurğularını təqdim edib. Aeromobil adlandırılan qurğu uçan avtomobildir və belə ki, maşın havaya qalxmaq üçün 250 metrlik bir sahədə sürətlənməlidir. Eniş etmək üçün isə 50 metr məsafəyə ehtiyacı var. Qurğu Rotax 912 motorunun köməyi ilə 160 km sürətlə yerdə, havada isə 200 km sürət yığa bilər. Aeromobil qurğusundan istifadə etmək istəyən şəxs pilot lisenziyasına malik olmalıdır. Qurğunun 2017-ci ildə satışa çıxarılacağı gözlənilir. Sümbül Zalova, Info TV.